Salam, hörmətli və dəyərli izləyicilər. Bugün biz yenə qısa bir video ərzində kiçik bir informasiya öyrənməyə çalışacağıq və çalışacağıq bu az vaxt ərzində nəsə bir məlumat, bir faydalı olan məlumat öyrənəsiniz və sonda da mütləq refleksiya, geri dönüş eləməyiniz vacibdir. Videonun sonunda saxlayaraq özünüzə sual versin, nə öyrənə bildim, bu vacibdir. Bunu davamlı eləsəz, daha yaxşı nəticə əldə edəcəksiniz. Biz bu sxem deyək, baxsaq görərik ki, solda faydalı qazıntılar, sağda isə onların yerləşdiyi siyasi inzibat rayonlarıdır. Ümumiyyətlə, faydalı qazıntılar, birinci baxsaq, yanar şist. Yanar şist, yanar faydalı qazıntıdır. Yanar faydalı qazıntı. Faydalı qazıntılar filiz, qeyri-filiz olur. Qeyri-filiz özü də deyək, yanar faydalı qazıntılar həmin qeyri-filizin içərisindədir. Və deyək ki, yanar şist də həmin yanar faydalı qazıntılar içərisində daxildir. Ümumiyyətlə, faydalı qazıntının hansı ərazidə çıxarılması orada yerləşən süxurlardan asılıdır. Yanar faydalı qazıntı adətən çökmə mənşəli süxurlarla bağlıdır. Çökmə mənşəli süxurlar üstünlük təşkil edən ərazilərdə yanar faydalı qazıntılar üstünlük təşkil edir. Bu da yanar şist əsasən Qobustandadır. Qobustan ərazisindədir. Yanar şistin də şərti işarəsi bu formadadır. Yəni, yanar şist bu işarəni gördünüzsə, yanar şistinin şərti işarəsidir. Növbət keçək polimetal. Polimetal filiz faydalı qazıntıdır. Filiz faydalı qazıntı, deyək ki, polimetal Balakəndə, Zaqatalada, Naxçıvanda və bir də Kəlbəcər rayon ərazisində yerləşir. Burada da polimetalı Balakən rayon ərazisində verib. Polimetal faydalı qazıntısının şərt işarəsi deməli, təqribi olaraq bu formadadır. Deməli, burada yanlışlıq dəqiq dairədir. Formada və bunlar qaralanmış formasında. Təqribi olaraq, yəni bunu biraz olabilir yanlışlı olsun, amma dairədə içində 3 dənə belə qara nöqtə deyək, dairə deyək formasında. Bu polimetalın şərti işarəsidir. Növbəti civə. Civə də filizlər sırasına daxildir. Civə Kəlbəcərdə, Laçında deyək ki, ən çox yayılmışdır. Kəlbəcər rayonunda deyək yenə civənin şərt işarəsi sadəcə olaraq bir dənə dairədir, amma kənarları nisbətən belə qalın formadadır. Bu civənin şərt işarəsidir. Sonra növbəti gəlir neft. Neft yenə yanar faydalı qazıntıdır. Yəni çökmə mənşəli süxurların üstün olduğu ərazilərdə yayılmışdır. Neft ən çox Azərbaycanda Xəzər dənizindən çıxarılır. Azər, Çıraq, Günəşli yataqları var. Və Abşeron yarımadasında da, quruda da çıxarılır neft yataqları. Muradxanlı, Mollakənd, İmişli, Kürdəmir ərazisində də var. Salyanda da var neft yataqları. Əsasən ən çox Xəzər dənizi və Abşeron yarımadasında yayılmışdır. Neftin şərt işarəsi uzaq, içi dolu formadadır. Sonra növbəti gəlir dəmir filizi. Dəmir filizi filiz faydalı qazıntıdır. Dəmir filizi deyək ki, şərt işarəsi uzaq, içi formada doludur. Yəni qaralanmış formadadır. Bu dəmir filizin işarəsidir. Və filiz faydalı qazıntı dediyimiz kimi Daşkəsən rayonu ərazisində daha çox yayılmışdır və Daşkəsəndə dəmir filiz yataqları vardır. Filiz faydalı qazıntıların çıxarıldığı ərazilərdə ən çox maqmatik süxurlar üstünü təşkil edir. Yəni, maqmatik süxurlar üstünü təşkil edən ərazilərdə Daşkəsən və Kiçik Qafqaz ərazisində əsasən filiz faydalı qazıntılardır. Çökmə mənşəli süxurların üstünü təşkil etdiyi Böyük Qafqaz ərazisində isə Böyük Qafqaz tektonik qalxması deyə bilərik. Bu ərazidə isə əsasən qeyri-filiz faydalı qazıntılar üstünlük təşkil
edir. Bir daha deyirəm, filiz, daha doğrusu faydalı qazıntıların çıxarılması orada yerin daxilində olan suxurların mənşəyinə görə formalaşır. Diqqətiniz üçün çox sağ olun. Mütləq sonda refleksiya, geri dönüş etmək vacibdir ki, nə öyrəndim, bunu davamlı edin. Təşəkkür edirəm.